Bugünkü mövzumuzu studiyamızın qonağı ilə birgə müzakirə edəcəyik. Və studiyamızın qonağı elektron təhlükəsizlik xidmətinin maarifləndirmə üzrə mütəxəssisi Gülər Rzayevadır. Xoş gördük sizi studiyamızda. Mövzumuz maraqlıdır və aktualdır. Kiberməkan və uşaqlar. Kiberməkanın müsbət və mənfi tərəfləri. Bugün rəqəmsal dünyanın inkişaf etməsi ilə kiberməkanda təbii ki, uşaqlar üçün həm mənfi və həm də belə deyim, müsbət tərəfləri ortaya çıxır. Təhsil imkanları artır, onlar müxtəlif formalarda dərsliklərlə qarşılaşa bilirlər, tapa bilirlər. Bununla yanaşı olaraq kontent yaratma bacarığı onlarda inkişaf edib. Artıq uşaqlar bizim nəsildən fərqli olaraq çox rahatlıqla trendlərlə ayaqlaşa bilirlər. Sosiallaşma bacarıqları inkişaf edir. Amma təbii ki, bunlar müsbət tərəflərdir, mənfi tərəfləri də var. Mənfi tərəfləri nələrdir? Ən önəmlisi internetdən istifadə, sosial şəbəkələrdən istifadə fərdi məlumatların artıq qorunması məsələsinə gətirib çıxarır ki, bilirsiniz, uşaqlar qiymətləndirmə bacarıqları çox zəifdir böyüklərə nisbətdə və manipulyasiyaya rahatlıqla məruz qala bilirlər. Biz deyirik ki, fərdi məlumatların qorunması məsələsi önəmlidir və uşaqlar bilmirlər hansı məqamda, necə formada onlar fərdi məlumatlarını qorumalıdırlar. Ümumiyyətlə, fərdi məlumat nədir bilmirlər? Bilmirlər, bəli, bilmirlər. Çox düzgün vurğuladınız ki, ona fərdi məlumatın nə olduğunu belə bilmirlər. Fərdi məlumatı qarşı tərəflə paylaşdıqları zaman kiberbullyingə məruz qalma ehtimalları da çoxalmağa başlayır. Bununla yanaşı onlar eyni zamanda oyun asılılığına belə deyək, düçar ola bilirlər. Hansı ki, Ümumdünya Səhiyyə Təşkilatı artıq bunu bir xəstəlik kimi qeyd eləyir və bu da nəticədə nəyə gətirir? Sosial izolyasiyaya gətirir. Və bu da əslində Gülər xanım müasir dövlətlərin, ölkələrin ən öndə gedən problemlərindən biridir. Tamamilə doğrudur. Bəs qurumunuz məhz məktəblərin və yeniyetmələrin maarifləndirməsi istiqamətində hansı işləri görür? Elektron təhlükəsizlik xidməti olaraq bununla bağlı biz çox tədbirlər görürük. Bunlardan ən önəmlisi Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərəfindən onun imzaladığı sərəncama uyğun olaraq 2023-2027-ci illər informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyə dair strategiyada uşaqların sırf məlumatlarının qorunması ilə bağlı, kiber mühitdə özlərinin təhlükəsinin qorunması ilə bağlı bir bənd var. Biz də bunun icrası ilə bağlı olaraq məktəblərdə maarifləndirmə işləri həyata keçiririk və 78 məktəbdə biz 40 minə yaxın şagirdin maarifləndirməsini həyata keçirmişik. Tədbirlərimizdə kiberbullyinglə mübarizə, fərdi məlumatların qorunması, şifrə təhlükəsizliyi, ümumiyyətlə sosial şəbəkələrdən istifadə qaydaları ilə bağlı məlumatlar veririk. Təbii ki, təkcə biz məktəblərlə, bu məktəblərlə belə deyək, məhdudlaşmırıq. Biz özəl məktəblərlə də əməkdaşlıq edirik və burada müəllimlərin və valideynlərin də maarifləndirilməsini həyata keçiririk. Hansı ki, valideyn nəzarəti, ümumiyyətlə müəllimlərin bu məsələlərlə bağlı uşaqlara necə formada belə deyək, dəstək olmalıdırlar, onlara yol göstərməlidirlər. Bununla bağlı onları təlimatlandırırıq. Bu təbii ki, çox gözəl nəticələr olur. Biz geri dönüşlər alırıq, uşaqların özlərindən alırıq. Hansı ki, tədbirlər zamanı gəlib bizə кейslərdən danışırlar. Çox gözəl tədbirdir ki, biz sonra gedirik onu başqa məktəblərdə danışırıq digər uşaqlara ki, baxın, digər məktəbdə uşaqların başına belə hadisələr gəlir və onlara daha inandırıcı təbii ki, onlar başa düşürlər ki, demək ki, həqiqətən də uşaqların başına belə şeylər gəlir. Məktəblərin maarifləndirilməsini biz anladıq, amma valideyn özü kiberməkanda müəyyən təhdidlər və təhlükələrdən öz övladını qorumaq üçün ilk növbədə özü media savadlı və rəqəmsal savadlı olmalıdır. Onlarla necə işləyirsinizmi? Bizim mütəmadi olaraq maarifləndirmə məlumatlarımızın paylaşılması məsələləri gündəmdədir onsuz da. Daimi olaraq biz bununla bağlı postlar paylaşırıq. Valideyn nəzarəti nədir? Dediyim kimi təlimlərimiz var. Təlimlərimizdə biz bu məsələlərlə bağlı xüsusi belə deyək, interaktivlər eləyirik valideynlərlə ki, onlar da görsünlər ki, necə situasiyalar var və o situasiyalarda nə kimi reaksiyalar vermək lazımdır. Zərərli məzmundan danışdıq. Bir də var zərərli proqram. Misal üçün, övlad valideynin smartfonu ilə, mobil telefonu ilə əylənir və sonda valideyn bir də fikir verir ki, onun bank hesabından heç də kiçik olmayan böyük bir məbləğdə pul çıxarılır. Öncədən valideyn övladına necə izah etməlidir ki, hansı zərərli proqramlar var ki, sən o proqramlara qoşulmamalısan? Uşaqların ən çox sevdiyi oyun yükləməkdir. Telefona və yaxud da kompüterə oyun yükləsinlər. Amma hardan yükləyirlər? Əsas məsələ budur. Biz daim deyirik ki, sual veririk. Hardan yükləyirsiniz? Hamı əlini qaldırır ki, Google-dan. Oyun yükləyəcəksə, oyun olmasın, hər hansı bir proqramı yükləyəcəksə, mütləq şəkildə rəsmi mənbədən, rəsmi mağazalardan yükləmək lazımdır. Biz buna APK fayllar deyirik. Google Android vasitəsilə yüklənilən fayllardır. Amma sonra həmin o pulsuz o mənbələr əksinə daha çox pulu da çıxara bilir hesablardan. Burada bir məsələ var ki, biz bu artıq bir çox vətəndaşlara yəqin məlumdur, phishing linklərindən biz həmişə danışırıq. Hansı ki, oyunun chat bölməsində çox vaxtı göndərirlər. Bunu da xüsusi vurğulayım ki, chat formasında uşaqların başlayırlar ünsiyyət qurmağa, dostluq münasibətləri yaratmağa və bir müddət sonra onlara pulsuz funksiyalar sunmaq üçün.
Bu formada linklər göndərirlər. Sən daxil ol, mən sənə bu funksiyanı pulsuz formada təqdim eləyəcəm. Təbii ki, uşaq nə edir? Yenə də allanır və linkə daxil olur. Linkə daxil olduqda ya telefona virus düşəcək, ya da ki, səndən fərdi məlumat istəyəcək. Deyəcək ki, ad soyadını yaz, kart məlumatını yaz. Kart məlumatını yazandan sonra da nə olur? Və artıq qaranlıq internet məkanında sən itib batırsan və sənin pulların da, şəxsi məlumatların da yəni əlindən çıxır. Əslində bir qədər biz hardasa da pozitiv danışdıq, amma heç də xoşa gələn bir hadisə deyil, hal deyil. Ona görə çox istərdik həm valideynlər, həm də ki, məktəblərimiz, övladlarımız bir qədər diqqətli olsunlar. Bəli, mən tövsiyə eləyərdim ki, qəti şəkildə naməlum linklərə daxil olmasınlar. Həmişə çalışsınlar ki, öz mənbələrini, etibarlı mənbələri, belə deyim, nüsxəsini həmişə saxlasınlar. Öz fayllarının ola bilər, sənədlərinin ola bilər. Bunları həmişə nüsxəsini saxlamaq lazımdır. Yəni mən həmişə söyləyirəm verilişimizdə ki, evinizin qapısını yad insanlara açıq qoymursunuz. Hər bir insana açmırsınız. Kibir məkan da belə bir şeydir ki, o qapını mütəmadi yalnız tanıdığın, etibar göstərdiyin mənbələrə və insanlara aça bilərsən. Təşəkkür edirəm. Çox maraqlı bir mövzu oldu və maraqlı bir təqdimat oldu. Təşəkkürlər. Çox sağ olun Fəthə xanım.